Salam, hər vaxtınız xeyir olsun değerli YouTube izləyicilərimiz. Bugün sizə Zabrat qəsəbəsində şəxsi tikili, bağlı, bağçalı, yaşayışlı belə bir gözəl həyət evimizi təqdim edəcəm inşallah. Videomuzu sona qədər izləyin. Bütün məlumatlar videonun daxilində qeyd olunur. Evimizin yerləşmə yeri Zabratda 198 sayılı marşrut yoluna yaxın məsafədə yerləşir. Şəxsi tikilidə hazırda evdə yaşayış var. 5 sot yarım torpaq sahəsindədir. Evdə yerdən kürsüdə tikilib. Evin tam məlumatına keçməzdən əvvəl bir şey də qeyd etmək istəyirəm ki, əgər sizin də satışda olan hər hansı bir mülkünüz varsa, sata bilmirsinizsə, bizimlə əlaqə saxlayın. Mülkünüzün satışına tez bir zamanda köməklik göstərək. Evimiz 5 sot yarımda yerdən kürsüdə tikilib, 6 otaqlıdır, 200 kvadratdır, 3 hamam sanitar qovşağı var. İkisi evin daxilindədir, digəri isə evin həyətindədir. Evin həyətində isə heyvanlar üçün yuva nəzərdə tutulub. Arxa tərəfdə sanitar qovşaq var və 5 tonluq ehtiyat üçün su çəni qoyulub. Düzdür, burada heç bir çənəyə ehtiyac yoxdur, sadəcə ehtiyat üçün qoyulub. Mərkəzi kanalizasiya sistemi var. Kommunallarının hamısı var. Daimi fasiləsiz. Evin həyətində dekorativ ağaçları gördüyünüz kimi bar verən meyvə ağaçlarına qədər var. İndi isə gəlin keçək evin daxilinə. Həyəti ağlay daşlarla yığılıb. Evimizin fasadı həm ağlay daş, həm də bahalı kabançıq daşlarla yığılıb. Qapının ağırlığına baxın. Yəqin bu videodan da hiss olunur. Tamamilə özünə tikilən evdir. Dəhliz sistemlidir. Evin dəhlizi və hamam sanitar qovşağı istif olunub. Bura evimizin birinci mərtəbəsidir. Evin birinci mərtəbəsində yerləşir bir mətbəx, bir qonaq otağı, bir yataq otağı və hamam sanitar qovşaq. İkinci mərtəbədə isə 4 dənə yataq otağıdır. Və yenə də əlavə hamam sanitar qovşaq. Evimiz dairəvi qoşadaşla tikilib. İstilik sistemi kombidir. Betonu var, kəmər var, 4 tərəfi qoşadaşdır. Ara divarlara qədər hamısı qoşadaşdır və kənarlarından da kolon verilərək tikilib. Bura birinci mərtəbəmizin hamam sanitar qovşağıdır. Bura evimizin mətbəx hissəsidir. Birinci mərtəbədəki yataq otağını sizə təqdim edə bilməyəcəm. Evin sahibləri orada olduğuna görə. Amma şəkli də var. Kim istəyirsə şəklini də göndərə bilərəm. Yəni tam təmirli vəziyyətdədir. Pləşənimizin altı geniş bir kladovkadır. Getdi evin ikinci mərtəbəsinə. Çox gözəl yerlərdir. Hər tərəfi yaşayış olan yerlərdir. Bu da evimizin ikinci mərtəbəsi. Evin sənədi bələdiyyə sənədidir. Bura bir yataq otağı. Hər bir otaqlarda, divarlarda dekordan istifadə olunub. Evimizin qiyməti isə 250.000 manatla satışa çıxıb. İnşallah ki, real alıcılar olsa, qiymətdə də yaxşı bir endirim olunacaq. Evin sahibi tərəfindən. Bu da ikinci mərtəbəmizin hamam sanitar qovşağı. Hər birinin aksesuarları var. Dəyərli YouTube izləyicilərim, kanalıma abunə olmağı, videolarımı bəyənməyi unutmayın. Əziyyət çəkib sona qədər izlədinizsə çox təşəkkür edirəm. Göz haqqınızı halal edin. Aşağıdakı balaca yataq otağı var idi. Baxın, ölçüsü eyni bu otaq qədərdir. Təmiri də belədir, ölçüsü də bu otaq kimidir. Bu qədər videomuz da bitdi. Kanalıma abunə olmağı, videolarımı bəyənməyi unutmayın. Sona qədər izlədiyiniz üçün təşəkkür edirəm. Göz haqqınızı halal edin. Evləriniz varsa satışda bizim ofisə müraciət edin. Evlərinizi cəmi bir həftə ərzində satışına köməklik göstərə bilərik. İzlədiyiniz üçün təşəkkürlər.